Deməli, and içibsiniz ki, 8 martda mütləq Naxçıvanda olacaqsınız. Bəli. Elə isə cavan oğlan, bizim də bayram təbriklərimizi Naxçıvana çatdırın. Gözəl xanım, sizi gördüyümə çox şadam, hətta itinizi də, mən də. Yəqin ki, siz də bu təyyarədə uçursunuz, eləmi? Bəli, bəli. Naxçıvana mı gedirsiniz? Xeyr, yaxın kəndlərin birində düşəcəyəm. Katyuşa, o ikinci cərgədə oturmuş qadından soruşun ki, hansı kənddə düşəcək? Diqqət, diqqət. Təyyarəmiz Naxçıvan hava limanına yaxınlaşır. Kəmərlərinizi boşaldın, paltolarınızı bərkidin. Çünki martın 8-də Naxçıvanda şiddətli soyuqlar gözlənilir. Əgər qadınları sevindirməsəniz, onda üşüməli olacaqsınız.